ABŞ hərbi hava qüvvələri İrandakı 3 nüvə obyektinə zərbə endirib. Turkistan az məlumat verir ki, bu haqda ABŞ prezidenti Donald Trump Truth Social'da yazıb. Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla 3 nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdılar. Əzəmətli Amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh vaxtıdır. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik. O yazıb. İran mətbuatı Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib. Bir neçə saat əvvəl qum sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb, məlumatda deyilir. Boxnews xəbər yayıb ki, ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və Tomahawk qanadlı raketlərindən istifadə edib. Xəbərə görə əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, iki gizli bombardımançılarından Fordodakı çox məxfi yeraltı kompleksə 5-6 güclü bomba atılıb. Əlavə edək ki, Fordodan başqa İsfahan və Natanzda daha 2 nüvə obyekti də hücuma məruz qalıb. Boxnewsun xəbərinə görə hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın Tomahawk raketi atılıb.